Salam az uşaqlar. Bu günləri isim bölməsindən iki hecalı isimlərdə ikinci saitin düşməsi haqqında danışacağıq sizə. Deməli uşaqlar, ümumiyyətlə dilimizdə olan sözləri bilirsiniz ki, həm alınma, həm də milli olaraq iki yerə bölünür. Alınma və milli sözlərdə ikinci hecalı saitin düşməsi müəyyən məqamlara görə fərqlənir. Məqamlar hansılardır? Deməli, birinci qrup olan sözlərimiz var. Birinci qrup olan sözlərimizə həm hal, həm də mənsubiyyət şəkilçisi altında ikinci saiti düşmüş sayılır. Bu sözlər hansılardır uşaqlar? İsimdir, cisimdir, qisimdir, nəsildir, fəsildir, şəkildir, meyirdir, əsildir, ətirdir, sətirdir, fikirdir, qəbirdir və s. Bu kimi sözlər yazılarsın ki, həm hal, həm də mənsubiyyət şəkilçisi altında yazılarsın, bunların saiti düşür. Və yazılarsın ki, testdə bunların halını müəyyən etmək olmur. Müəyyən etmək olmur. Yaxşı, halını müəyyən etmək olmur nə deməkdir uşaqlar? Onu izah edəcəyik sizə. Bir də yazırsın ki, ikinci qrup olan sözlərimiz var. İkinci qrup olan sözlərimiz yalnız mənsubiyyət şəkilçili sözlər altına düşür. Bu sözlər bizim öz milli sözlərimizdir. Beyindir, alındır, burundur, ağızdır, boyundur, çiyindir, qoyundur, könüldür, ovucdur, qarındır, əyindir, qayındır, oğuldur. Bir də ağıl sözdür ki, bu yazırsın ki, alınma sözdür. Bu sözlər isə yalnız və yalnız yazılsın ki, mənsubiyyət şəkilçisi artırıldıqdan sonra saitin itirir. Bu sözlərin isə halını müəyyən etmək olur. Halını müəyyən etmək olur. Müəyyən etmək olur. Deməli, uşaqlar, nümunə üçün bəzi sözləri buradan hər bir qrupda söz seçib yazacağıq və müəyyən edəcəyik ki, bu halı müəyyən etmək nədir? Yazılsın ki, ikinci qrupla birinci qrupu fərqləndirməyin ən gözəl yolu, ikinci qrupda olan sözlərimiz, yalnız mənsubiyyət şəkilçisi altında düşən, saiti düşən sözlərimiz yazırsın ki, əsasən bədən üzvləri ilə bağlı olan sözlərdir. Məsələn, beyindir, insanın bədən üzvüdür, çiyindir, boyundur, qoyundur, yəni qoyun qucaq mövqeyində işlənir burada. Bunları nə edirik? Götürürük. Deməli, uşaqlar, baxın zəhmətamız, gəlin birinci tərəfdən bir dənə söz götürək, məsələn, nəsil sözü və nəsil sözün burada özümüz üçün nə edək? Hallandıraq. Adlı qalda yazay, nəsil. Yiyəli halda yazay, nəslin. Yönlü halda yazay, yönlü halda. Nəslə. Təsirli halda da yazay uşaqlar, təsirli halda nəsli. Düzdürmü? Bu formada yürüdük, hallandı. Sonra götürək nəsil sözün mənsubiyyəti görə dəyişək. Mənim nəslim, sənin nəslin, onun nəsli. Bax, uşaqlar, nəsil sözü mənsubiyyəti görə dəyişəndə nəslin formasında dəyişir. Hal hansı halda sayılır? Adlı qaldı. Düzdürmü? Burada da yiyəli haldadır. Yəni, nəslin sözü bu formada çıxsa bizim qabağımıza, biz bunun hansı halda olduğunu dəqiq müəyyən eləyə bilmirik. Çünki bu yiyəli halda da bu formada olur, mənsubiyyət şəkilçisi qəbul edib, adlı qalda da olanda bu formada özünü göstərir. Yadda qalar mı? Ona görə bunların halını dəqiq bilmək olmadı. Məsələn, nəslin sözünün qabağına mən sənin sözünü qoysam, sənin nəslin. Düzdürmü? Düzdür. Olacaq nə? Adı qaldı. Amma sənin sözün buradan silsək, yerinə qoysun nəslin nümayəndəsi, bundan hansı hal olacaq? Bunda olacaq yiyəli. Yadda qalar mı? Birinci qrup olan sözlərin halını heç vaxt müəyyən etmək olmur. Kontekstə görə bilir. Ya yiyəli hal olur, ya mənsubiyyət. Sonra uşaqlar, nəsli sözü var. Baxın, zəhmət olmasa. Nəsli sözü bu formada yazılır. Biz nəsli sözünə baxıb deyə bilmərik ki, nəsli sözü mənsubiyyət şəkilçisidir, yoxsa təsirli haldadır. Onu da müəyyən etmək olmur. Onu dəqiqliklə bilirik ki, bu birinci cərgədə olan sözlərin halını müəyyən etmək olmur. Aydın oldu mu? Bəs ikinci qrupda məsələ necədir? İkinci qrup olan sözlərdə biraz fərqlilik var. İkinci qrup olan sözlərdə bayaq dediyimiz kimi mənsubiyyət şəkilçisi olanda saiti düşür. Məsələn, burun sözünü götürürük, uşaqlar, burun sözü. Məsələn, yazıram ki, gəlin hallandıraq yenə. Adlı qalda burundur. Yiyəli halda. Burunun. İkinci hecada saitimiz düşmədi. Yönlü halda burunla. Təsirli halda burunu. Düşürtmədi saitimi. Baxın, iki hecalı sözdür. Yiyəli halda bir hecası dayalı, üç hecalı olur. Yönlü halda bir hecası dayalı, üç hecalı olur. Təsirli halda bir hecası dayalı, üç hecalı olur. Bu testlərdə bəzən heca məsələsi də vacib məsələ olur. Çünki hecanın da
məsələsi var. Bəzən deyirlər ki, hansı sözlərə sayta başına şeklçə atılır. 2 dənə 2 hecalı, məsələn 3 dənə 3 hecalı söz alınır. Onda bu məsələ ona çıxır. İndi gəlin bunun sözünün mənsubiyyətə görə dəyişək. Mənim burnum, sənin burnun, onun burnu. Deməli uşaqlar, burada fərq oldu. Burada fərq nədən ibarət oldu? Bax, yiyəli halda burun sözü necə yazıldı? Burun. Düzdürmü? Amma mənsubiyyət şəkilçisi qəbul edən necə oldu? Burun. Yadda qalarmı? 3 hecalı olsa halı nədir? Yiyəli hal. 2 hecalı olsa nədir? Adlı qal mənsubiyyət şəkilçisi. Yadda qalarmı? Davam edək. Deməli uşaqlar, bayaqlarda dediyimiz kimi beyin sözüdür, ağız sözdür, alın sözdür, ovud sözdür, qayın sözdür, boyun sözdür. Bu sözlərin tərkibində kökdə heç bir dəyişiklik olmayacaq. Çünki bu sözlər nə qəbul ediblər? Bu sözlər hal şəkilçisi qəbul ediblər. Yazılsın ki, ağıl sözü uşaqlar zəka, şuur, idrak mənasında olduqda, yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdə sahitini nə edir? İtirir. Malqara saxlanılan yer, yəni ağıl tövlə mənasında olma isə heç bir sahiti neyini ümumiyyətlə düşmür. Aydın oldu mu? Baxın zərdəmansı uşaqlar, dilimizdə bütün sözlərdə səs düşmə hadisəsi olmur. Nağıldır, taxıldır, paxıldır, üfüqdür, kömürdür. Bu kimi sözlərdə müdür sözüdür. Bu kimi sözlərdə yazılarsın ki, səs düşmə hadisəsi olmur. İndi gəlin baxaq. Zehin sözü uşaqlar birinci qrupa aid olan söz idi, düzdürmü? Yəni ərəb fars mənşəli söz idi. Baxın zəhmət olmasa, mənim zehnimdə düşün varmı? Var. Sözümüz zehindir də, belə deyil uşaqlar, zehin yazar bura. Sənin zehnində də var, onun zehnində də var. Amma yiyəli ilə baxaq uşaqlar, zehnin sözü, zehin sözü. Bax, biz buna zehin sözünün, bax, burada hansı haldadır, burada hansı haldadır. Burada mənsubiyyət şəkilçisi qəbul etdiyi üçün halı nədir uşaqlar? Adlı qaldadır, düzdürmü? Burada isə hansı haldadır? Yiyəli haldadır. Burada yenə mənsubiyyət şəkilçisi qəbul etdiyi üçün adlı qaldadır. Burada isə nədir? Təsli haldadır. Ona görə birinci qrup sözlərinin halını heç vaxt müəyyən etmək olmur. Sonra uşaqlar, davam edirik. Ovud sözü uşaqlar, ovud insanların bədən üzvüdür, yəni əlidir, belə deyək. Baxın uşaqlar, ovud sözü, mənim ovucum mənsubiyyətdə sahiti itirib. Sənin ovucun da yenə mənsubiyyətdə sahitidir, onun ovucu yenə mənsubiyyətdə itirib, düzdürmü? Amma digər hallarda nəyimiz var uşaqlar? Ovud sözü, ovucun, burada yiyəli hal olduğu üçün sahitini itirməlidir. Ovuca, ovucu, yəni bu formada olan neynəmir? Sahitini itirmir. İndi baxın zəhmət olmasa, aşağıda nümunələrimiz var. Gəlin baxaq bunları. Görün nə yazıb? Deyir, hansı sözün yiyəli halda olması dəqiqdir. Baxın zəhmət olmasa, hansı sözün yiyəli halda olması dəqiqdir. Hansı söz yiyəli haldadır? Çiyin. Nə üçün çiyin yiyəli haldadır? Çünki çiyin insanın bədən üzvüdür və 3 hecadır, özünü göstərdi. Deməli, burada düşüm olmayacaq. Yaxşı, 2-də yazıb ki, birinin hansı halda olduğunu dəqiq söyləmək olmaz. A variantıdır. A variantı beyindir. Beyni dəqiq müəyyən etmək olur. Burada hansıdır? Zehin sözdür. Bunu dəqiq halını müəyyənləmir. Çünki yiyəli halda bu formada olur, mənsubiyyət adlı qalda bu formada olur. Yaxşı, hansı sözün mənsubiyyət şəkilçisi qəbul etdiyini dəqiqliklə demək olar? Mənsubiyyət şəkilçisi. Çiyinli, nə üçün? Çünki sahitini itirib. Aydın oldu mu? Davam edirik uşaqlar. İsminin şəxsi yönü dəyişməsi var. İsmin şəxsi xəbərli şəkilçiləri də deyirlər bunlara. Yazırsın ki, birinci şəxsin təklinin şəkilçisi amdır, 2, ikinci şəxsdə sandır, üçüncü şəxsdə dırdır, birinci şəxsdə ığdır, ikinci şəxsdə sınızdır, üçüncü şəxsdə dırlar. Bunlarda şəxsi yönü dəyişir. Mən insanam, insanam sözündə sən, mən şagirdəm, sən insansan, sən şagirdsən, o insandır, o şagirddir, biz insanıq, biz şagirdik. Siz insansınız, siz şagirdsiniz. Onlar insandırlar, onlar şagirdlər. Xəbərli şəkilçilər yazılarsın inşallah. Mübtəda ilə xəbər arasında əlaqə yaradır. Bu şəkilçilərlə cümləmiz neyini tamamlanır. Fonetikada demişdik ki, bu şəkilçilər çox hallarda neynəmidir? Vurğunu qəbul etmirdilər yazıda qalsın. Xəbərli şəkilçilərinin inkarı yazıda qalsın ki, uşaqlar deyil sözü ilə düzəlir. Xəbərli şəkilçilər qrammatik şəkilçidir və vurğu neynəmir? Qəbul etmir. Aydın oldu mu? Baxın zəhmət olmasa uşaqlar birinci nümunəyə. Yazıb ki, hansı sözü xəbərli şəkilçisi qoşula da bilər,
qoşulmaya da bilər. C variantı. Nə üçün C variantı? Çünki dəftəri sözünə biz həm mənsubiyyət şəkilçisi kimi düşünə bilərik, həm də təhsil yaz kimi düşünə bilərik. Mənsubiyyət şəkilçisi olanda nə edir? Yazılarsın, xəbərli şəkilçisini qəbul edə bilər, amma təhsil olanda isə qəbul edə bilmir. Yadda qalar mı? Yaxşı, 3-ə də bir dənə baxar zəhmət olmasa, verilən cümlələrdə isimlərdən biri cümlənin xəbəri ola bilməz. C variantıdır. B-nin sözü yenə təhsilli haldadır. Ona görə nə inanmır uşaqlar? Cümlənin xəbər mövqeyində işlənmir. Amma C-nin sözündə uşaqlar mənsubiyyət şəkilçisi qəbul etdiyi üçün adı qaldadır. Ona görə onu nə inanmır? Götürmür. Uşaqlar ismin sifətləşməsi var. Yazılarsın ki, adı qallı sözlər və biz adı qallı ikisindən demişdik, adı qallı cümlədə təyin ola bilir. Adı qallı isimlər bəzən cümlədə necə, nə cür, hansı suallarından birinə cavab verir, sifətləşir və cümlənin eyni təyin roluna çıxır. Məlum olduğu ki, sifətlər uşaqlar əsasən isimdən əvvəl gələrək onu təyin edir. Amma bəzi hallarda isim özünlə nə edə bilir? Təyin edə bilir. Baxın, zəhmət olmasa, ipək parça. Bunların çox vaxtı sualı bilirsiniz necə olur? Deyir ki, morfoloji və sintaktik sualları fərqli olan sözlərin işləndiyi sözlər. Morfoloji və sintaktik sualı. Və ipək parçadır. İpək ayrılığı hansı suala cavab verir uşaqlar? Nə sualına cavab verir? Amma parçanın yanında hansı suala cavab verir? Necə? Buna morfoloji sual nədir? Nə? Amma sintaktik sual nədir? Necə? Dəyirmançı Rüstəm. Dəyirmançı kim sualına cavab verirdi? İsimdir, belə deyilmi? Amma Rüstəmin qabağında hansı Rüstəm? Dəyirmançı Rüstəm. Nədir? Sifətləşdir. Xalam Firəngiz. Xalam arada kim sualına cavab verir? Amma Firəngizin yanında hansı Firəngiz? Xalam Firəngiz. Dostum Arif və s. Yazılarsın ki, bunlara deyirlər sözlərin atributivləşməsi. Atributivləşən isimlərin morfoloji sualı ilə sintaktik sualı fərqli olsa belə, isimlər hər zaman morfoloji baxımdan isim hesab olunurlar. Yəni bu sözlərə sifət kimi baxmaq lazımdır. Sifətin sualına cavab verir, amma nitq hissəsi olaraq mütləq nədir uşaqlar? İsimdir. Daha çox isimləşən sözlərimiz də yazılarsındır. Daşdır, yundur, taxtadır, şüşədir, asfaltdır, torpaqdır, çitdir, pambıqdır, dəmirdir, qızıldır, gümüşdür, misdir, bezdir, bürüncdür. Bu kimi sözlər daha çox isimləşə bilirlər. Bugünkü dərsimiz bu qədər idi uşaqlar. Növbəti dərslərdə görüşənə qədər.